Türk dünyasına aid olan bəzi qeydlər var ki, məsələn, bir hissəsi və ya tamamilə geosinkronalda yerləşən müstəqil türk dövlətləri, məsələn, Türkiyədə, Azərbaycanda, Qırğızistan, Sintezyan Uyğurdur, Kabarda-Balkar, Qaraçay-Çərkəzdir ki, bir də Qırğızistandır. Bir də Türkmənistanla Özbəkistanın da cənub hissəsi, bunlar geosinkronalda yerləşən ərazilərdir. Alp-Himalay dağ sisteminə aid olan ərazilərdir. Kür, Araz və Turan ovalıqları üçün ümumi cəhət nədir? Kür, Araz bilirsiniz Azərbaycanda, Turan ovalığı da Mərkəzi Asiyada, Türkmənistan, Özbəkistan və Qazaxıstana məxsusdur. Bunlar üçün ümumi cəhət quraq iqlimə malik olmalarıdır. Çünki yarımsəhra və quruçöl iqlimi, fiziki aşınma var. Neft-qaz yataqlarına malikdirlər. Ərazilərində türk dilli xalqlar yaşayır. Xəzər dənizinə birbaşa çıxışları var. Əsas hissələri okean səviyyəsindən aşağıda yerləşir və suvarma əkinçiliyi inkişaf eləyibdir. Xəzər dənizinin sahilində yerləşən türk dövlətləri üçün səciyyəvi xüsusiyyətlər. Dünya okeanına kanallar vasitəsilə çıxır, hansı ki Türkmənistan, Qazaxıstan, Azərbaycan. İnkişaf etməkdə olan ölkələrdir. Eyni dil ailəsinə aiddirlər, yəni Altay dil ailəsinə aiddirlər və eyni dinə sitayiş edirlər, yəni İslam dininə sitayiş edirlər. Əhalinin təbii artımında ikinci tipinə aiddirlər, amma Azərbaycan artıq birinci tipə aiddir və neftlə, qazla zəngin olacaqdır. Bir də uşaqlar, sizə qeyd eləmədim bayaqlarım burada. Burada əhalinin aid olduğu dinlər İslam dini, Xristian dini, şamanizm, buddizm və bir də ki, bura aiddir İudaizm dini. Burada İslam dininə aid olanlar, bilirsiniz, türklərdir, Azərbaycanlılardır, Qazaxlardır, yəni Qazaxıstana aid olan əhalidir, Özbəklərdir, Qırğızlardır, bunlar aiddir, Tatarlardır. Buddizm Tuvallar aiddir, şamanizm Altaylar və Xakaslar, İudaizm dininə Karayimlər və Krımçaklar, Xristian dini isə Çuvaşlarla Qaqavuzlar aid olacaqdır. Və daha sonra isə burada nəyə qeyd eləyək? Türk dünyasında yerləşən sönmüş vulkanlar, bu Azərbaycanda olan vulkanları qeyd eləyə bilərik. Böyük İşıqlı, Qızılboğaz, Axar-Baxar, Gəlinqaya, sonra Türkiyədə olan Ağrı dağı, İran ərazisində yerləşən Savalan və Səhənd dağlarını qeyd eləyə bilərik. Rekreasiya ehtiyatları ilə zəngin olan, rekreasiya yəni turizm ehtiyatları ilə zəngin olanlar ölkələr Türkiyə, Kipr, Azərbaycan, sonra Qaraçay, Çərkəz, Kabarda-Balkar, Qırğızistan, bunları qeyd eləyə bilərik. Sonra qədim platformada yerləşən türk dövlətləri və qurumları Tataristan, Başqırtıstan, Çuvaşiya, cavan platformada yerləşənlər isə Qazaxıstan, Türkmənistan və Özbəkistan olacaqdır. Daha sonra burada bütövlükdə mülayim iqlim qurşağında yerləşən türk dövlət qurumları Tataristan, Çuvaşiya, Başqırtıstan və Altayı qeyd eləyə bilərik. Amma bütövlükdə subtropikdə yerləşən isə Türkiyəni qeyd eləyə bilərik. Amma Azərbaycan da Türkmənistandır və bir də Özbəkistandır ki, bunların bir hissəsi subtropikdə, bir hissəsi isə mülayimdə yerləşir. Meşə ehtiyatları ilə yaxşı təmin olunmuşdur Saxa, Yakutiya, Altay, Tıva və Xakasiya. Zəif təmin olunanlar isə Qazaxıstan, Türkmənistan, Özbəkistan, ondan sonra Sintezyan Uyğurdur. Tərkibində muxtar vilayət olan ölkələr Azərbaycan, bir də Özbəkistandır. Azərbaycanda Naxçıvan, Özbəkistanda isə Qaraqalpaq muxtar vilayəti və bir də Moldovanın tərkibində Qaqauziya dövlət qurumu yerləşir. Dünya okeanına birbaşa çıxışı olan müstəqil türk dövləti Türkiyədir. Daha çox dənizlə əhatə olunan yenə Türkiyədir. Çünki ətrafında Aralıq, Egey, Mərmərə və Qara dənizləri olacaqdır. Həm böyük kabotajı var, həm də kiçik kabotajı olacaqdır. Bosfor və Dardanel boğazları Avropa və Asiya qitəsini ayırmaqla yanaşı türk dövlətləri sahilində yerləşən üç dənizi də birləşdirir. Dünya okeanına birbaşa çıxışı olmayan, lakin dəniz nəqliyyatı inkişaf edən müstəqil dövlətlər bu Xəzər dənizi sahilində yerləşən Azərbaycan, Qazaxıstan və Türkmənistandır. Rusiya ilə həm quru, həm də su sərhəddinə malik olan dövlətlər Azərbaycan, bir də Qazaxıstandır. Müvafiq olaraq təbii şəraitinin iqliminə Atlantik və Şimal Buzlu okeanının daha çox təsir etdiyi türk dövlət və qurumları Türkiyə ilə Saxa-Yakutiyadır. Çünki Türkiyənin iqliminə Atlantik okeanı, Saxa-Yakutiyanın iqliminə isə Şimal Buzlu okeanı təsir edəcəkdir. Türkiyə, Özbəkistan, Azərbaycan paytaxtları eyni enlikdə yerləşən dövlətlər hesab olunur. Sonra
dediyim kimi Türk dünyasında rekreasiya ehtiyatları Abşeron Xəzərin sahilləri, İstiqul gölü, Qırğızstanda yerləşən İstiqul gölünü qeyd edə bilərik. Ondan sonra ekoloji cəhətdən ən gərgin olan ərazilər Abşeron, Aral dənizinin sahilləridir. Ərazilərində geniş səhralar üstünlük təşkil edən ölkələr Qazaxıstan, Türkmənistan, Özbəkistan və Sintizyan Uyğurdur. Şirin su ehtiyatı ilə zəif təmin olunan ölkələr Qazaxıstan, Türkmənistan, Özbəkistan, Sintizyan Uyğur, Qaraqalpaq, yəni ki, bunlar əsasən səhra və yarımsəhraların olduğu ölkələrdir. Daha sonra isə burada Saxa-Yakutiyada zəngin təbii sərvətlər var, amma əmək ehtiyatları azdır və bir də ki, təbii şəraiti əlverişsizdir. Ondan sonra burada bütün türk dövlətlərinin ənənəvi heyvandarlıq sahəsi qoyunçuluqdur. Kənd təsərrüfatı da deyə bilərik ki, yəni xalçaçılıq da, yüngül sənayedə xalçaçılığı da qeyd edə bilərik. Balıqçılığın yaxşı inkişaf elədiyi dənizə, okeana çıxışı olan olacaqdır. Yəni burada Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Saxa-Yakutiyanı qeyd edə bilərik. Daha sonra isə burada Türkiyə ilə Azərbaycan üçün ümumi cəhət nəyi qeyd edə bilərik? İranla həmsərhəddir. Türk dilinin eyni qoluna daxildir. Yəni Altay dil ailəsinin Oğuz qrupuna aiddirlər. Rusiya ilə dəniz əlaqələri birbaşa mümkündür. Fəal seysmik zonada yerləşirlər. Əlvan metal filizləri ilə zəngindir. Türkiyə ilə Azərbaycan və Türkmənistanın ümumi cəhəti İranla sərhəddir. Türk dili, yəni eyni dil qrupuna aiddirlər. Rusiya ilə dəniz əlaqələri birbaşa mövcuddur deyə bilərik. Ondan sonra Mərkəzi Asiyada pambıqçılığın inkişaf etməsinin səbəbi bol günəş radiasiyasının, suvarma imkanlarının və əmək resursları ilə təminatı qeyd edə bilərik. Və Mərkəzi Asiyada bilirsiniz ki, Amudərya, Sırdərya çayları var. Həmin o Amudərya, Sırdərya çaylarından suvarmada o qədər çox istifadə olunur ki, gəlib onlar mənsəbinə çata bilmirlər. Aral gölü quruyur. Yəni Aral gölünün qurumasının səbəbi Amudərya və Sırdərya çaylarının mənsəbə gedib çata bilməməsidir. Yəni suvarmada çox istifadə edilməsidir. Sonra burada Özbəkistanın əsas ixracat məhsulları pambıq, qaragül qoyunçuluğu, baramaçılıqdır, təbii qaz, kənd təsərrüfatı maşınları olacaqdır. Özbəkistan, Qırğızistan üçün ümumi cəhət nədir? Mərkəzi Asiyada yerləşirlər, İslam dininə sitayiş edirlər, okean və dənizlərə çıxışları yoxdur, Türk dünyası ölkələri ilə həmsərhəddirlər, sərnişin və yükdaşımada avtomobil nəqliyyatı əsas yer tutacaqdır. Türkmənistanla Özbəkistanın çayları üçün ümumi cəhət daxili axarsu sövzəyə aiddirlər, suvarmada istifadə olunurlar. Özbəkistanla Azərbaycan üçün ümumi cəhət pambıqçılıq əsas yer tutur. Ərazisində yarımsəhra və quru çöl iqlimi var. Paytaxtları fəal seysmiklik müşahidə edilir. Dünya okeanlarına birbaşa çıxışları yoxdur. Tərkibində muxtar vilayət var, muxtar respublika var və neft qaz ehtiyatına malikdirlər. Özbəkistanın digər Mərkəzi Asiya ölkələrindən fərqləndirən əlamət əhalisinin sayının çox olmasıdır. Pambıq lifi istehsalına və qızıl ehtiyatına görə seçiləcəkdir. Qırğızıstanla Özbəkistanın çayları yazın sonunda və yayda bol sulu olur və bunun da səbəbi qar və buzlaqlarla qidalanması. Bilirsiniz ki, Amudərya və Sırdərya çayları buzlaqla qidalanan çaylardır. Özbəkistanla həmsərhəd olmayan müstəqil türk dövlətləri Türkiyə və Azərbaycan olacaqdır. Türkiyə ilə Azərbaycan sərhəddə yerləşmir Özbəkistanla. Daha sonra isə burada Qazaxıstan və Türkiyə üçün ümumi cəhət nədir? Daxili əraziləri mənimsəmək üçün paytaxtları mərkəzə köçürülübdür. Əhalinin təzələnməsini, yəni təbii artımın ikinci tipinə aiddirlər. Paytaxtları ölkənin ən iri şəhərləri deyil, iki qitədə yerləşirlər və kömür hasilatçıları hesab olunurlar. Ondan sonra Türkmənistandan məsələn pambıqçılığın inkişafının səbəbi nədir? Quru subtropik, iqlim, suvarma və əmək ehtiyatları olacaqdır. Azərbaycan və Qırğızistan üçün ümumi cəhət Altay dil ailəsinə aiddirlər, türk dilli ölkələrdirlər, dünya okeanlarına birbaşa çıxışı yoxdur, Asiyada yerləşirlər.
Ərazisində daimi qar və buzlaqlarla örtülü olan zirvələr vardır və tektonik proseslər də baş verir. Çünki Alp-Himalay qurşağında yerləşirlər. Qırğızıstanı Özbəkistandan fərqləndirən xüsusiyyəti nədir? Dağlıq relyefin üstünlüyü olmasıdır. Heyvandarlıq bitkiçilikdən yaxşı inkişaf edibdir. Ölkədə şaquli zonallıq daha çox müşahidə olunur. Çünki Qırğızıstan bir dağlıq ərazidir. Daha sonra Tataristan, Başqırdistan və Çuvaş. Bunlar bilirsiniz ki, Volqa boyu ərazidə yerləşir. Bunlar üçün ümumi cəhət metallurgiyadır, neft, kimya, kağız, sellyuloz sənayesinin inkişafıdır. Rusiyanın Avropa hissəsini Sibirlə birləşdirən mühüm dəmir və hava yolları bu regiondan keçir. Volqa çayının sənaye tullantıları ilə çirklənməsi ekoloji problemləri yaradacaqdır. Azərbaycan və Tataristan üçün ümumi cəhət dünya okeanına birbaşa çıxışları yoxdur. Zəngin neft-qaz ehtiyatlarına malikdirlər. Neft kimya sənayesinin əsasını yerli xammal təşkil edir və Altay dil ailəsinə aiddirlər. Volqa boyu regionda yerləşən türk qurumlarını Şimali Qafqaz regionundan fərqləndirən xüsusiyyətlər nədir? Volqa boyu bilirsiniz ki, Şərqi Avropa, yəni platformada yerləşir, qədim platformada yerləşir. Amma Şimali Qafqaz isə seismik qurşaqda yerləşir. Çay nəqliyyatı Volqa boyunda inkişaf edibdir. Düzənlik relyefi üstünlük təşkil edir və neft-qaz ehtiyatına malikdir. Amma Şimali Qafqazda isə deyirik ki, dağlıq relyef üstünlük təşkil edir. Çay nəqliyyatı zəif inkişaf edib, çünki dağlıqdır. Sonra Kabarda-Balkar və Sintezyan Uyğur muxtar vilayətləri üçün ümumi cəhət nədir? Avtomobil nəqliyyatı inkişaf edibdir, dağlıq relyef üstündür və ərazilərində qarlı uca dağ zirvələri var. Bilirsiniz ki, bu Elbrus dağları da elə bu Kabarda-Balkar, Qaraçay-Çərkəz ərazisindən yerləşir, yəni Qafqaz regionunda yerləşmiş olacaqdır. Kənd təsərrüfatı üçün əlverişli təbii şəraitə malik olan türk dilli dövlətlər Qaraçay-Çərkəz, Kabarda-Balkar, Tataristan, Başqırdistan, Çuvaşı. Amma Altay, Tıva, Xakasiya onlar dağlıqdır deyən onlarda zəif inkişaf eləyəcəkdir. Sibir regionunda nəqliyyatın və təsərrüfatın zəif inkişafının səbəbi dağlıq relyef və bir də sərt iqlim şəraiti olacaqdır. Sintezyan Uyğuru Mərkəzi Asiyanın ölkələrindən fərqləndirən xüsusiyyət müstəqil türk dövləti deyil. Dağlar ölkənin qərbində yerləşir. Türk dünyasının ən alçaq və ən yüksək nöqtəsi də elə burada yerləşəcəkdir.